Mən qeyd etdim ki, demək, eramızdan əvvəl 4-cü minillikdə bir Şumer şəhər dövləti ilə tarixin başlandığı qəbul olunur və onun çağdaşı kimi Arradda dövləti və daha sonra Subar Türk bəyliyinin olduğu, daha sonra bu Subar Türk bəyliyinin parçalanması ilə Kotel, Ulubi, Turuki bəyliklərinin olduğu və həmçinin Kəngər və Naxçı boylarının olduğunu qeyd edirik. Və eramızdan əvvəl 4-cü 2-ci minillikdə Proto-Hami Samilər, Proto-Hind-Avropa və Proto-Qafqaz dillilərin günümüz Türkiyə, Azərbaycan ərazisinə, İran ərazisinə gəlməsi ilə Proto-Türklər Xəzər dənizi, Qara dəniz, Qırmızı dəniz, Ağ dəniz dairəsində sıxışdırılır və bu səbəbdən şərqə, qərbə köç etdirilir. Və Hitler dönəmində, Huri-Urartular dönəmində, Asur, Babil dönəmində bu ərazidə türklər qismən seyrəkləşir. Lakin nəsə baş verir, eramızdan əvvəl 9-cu əsrdə Manna dövləti yaranır. 2 əsr sonra isə Manna dövlətini Midiya dövləti əvəz edir. Nə baş verdi? Nə baş verdi ki, bu ərazidə digər etnik qrupların gəlməsi ilə türklər azalmış və dövlətlərini sadəcə olaraq kiçik bəyliklər halında yaşadırdısa, daha sonra vahid Manna dövləti qura bildi. Səbəb eramızdan əvvəl 8-ci əsrdə bu əraziyə yenidən Sak və Kimerlərin gəlməsi idi. Saklar və Kimerlər bu əraziyə gəldikdən sonra bu ərazinin əvvəlki sakinləri olan Turuk, Lulubi, Su kimi Türk tayfaları onlarla birləşərək mərkəzi dövlət qura bildilər və bunun ilki Manna dövlətidir. Yaxşı, Manna sözü nə deməkdir? Bəzilərinə görə Manna sözü türk dilində olan qoyun sözündəndir. Bəzilərinə görə bu mənşəxs əvəzliyidir. Bəziləri bunu Hind-Avropa dillərində günəş mənasına gələn mun kökü ilə əlaqələndirir. Mən isə qeyd edirəm ki, Manna sözü dilimizdə olan min, rəqəm sözündən formalaşmış bir kökdür. Artıq qeyd etdim ki, un kökü ilk dildə yuxarı mənasına gəlib, çoxluq mənasına gəlib və onun saytı sağa keçən mon kökündən biz min sözünü formalaşdırmışıq. Min sözü Hind-Avropa dillərində, misal üçün ingilis dilində many çox mənasına gəlir. Mının laşması ilə ming sözü rus dilində çox mənasına gələn mnoqa sözünə çevrilib. Türklərdə min sözü konkret rəqəmi bildirir, lakin ming sözü türklərdə əbədi, əbədiyyət mənasına gəlir. Hansı ki, biz ona məngü və ya bəngü deyirik. Və həmin min sözü bizim qarşımıza 13-cü əsrdə Çingiz xanın nəvəsi kimi Mengü Teymur xan kimi çıxır. Yəni, fikir verin, biz min adının əbədiyyət, güc mənasında bir şəxs adı kimi də qarşımıza çıxdığını görürük. Demək ki, həmin Manna sözü min, əbədiyyət, güc mənasına gələn bir söz olmuşdur. Və biz Manna dövlətinin rəhbər adlarına baxası olsaq, görərik ki, burada olan adlar Ualki, İranzu, Azza, Ulusunu, Aşer və Uali kimi göstərilmişdir. Yaxşı, bu adlar təbii ki, günümüz türk dilinə yaxından uzaqdan əlaqəsi yoxdur və ilk baxışdan düşünürsən ki, axı bu Mannanı biz necə türklərə aid edə bilərik? Çünki burada çəkilən heç bir adın biz izahını verə bilmirik. Mən titulu rəhbər adlarının bir qisminin izahını verdim, qarşıda da bir qisminin izahını verəcəm və bunların tam izahını vermiş olacağam. Lakin fikri yayındırmamaq üçün mən Manna və Midiyanı hökmdar adlarını bir yerdə danışmaq istəyirəm. Buradakı Ualki adı əslində İlək adından başqa bir şey deyil. Demək ki, Ualki eramızdan əvvəl 829-740-cı illər arasında hakimiyyətdə olunan Mannanın ilk rəhbərlərindən biri kimi düşünülür. Biz İlək adının qarşımıza Attillanın oğlu kimi çıxdığını görürük və həmçinin fikir verirsinizsə, Mannanın ilk hökmdarlarından birinin adı kimi çıxdığını görürük. Və bu adın həmçinin ülgən olaraq türklərdə bir tanrı adı olaraq qarşımıza çıxdığını görürük və həmçinin Hami Sami dilində bu ilah olaraq qarşımıza çıxacaq. Və biz növbəti adın İranzu olduğunu görürük. İranzu eramızdan əvvəl 740-719-cu illərdə hakimiyyətdə olub. Bu İranzu əslində bizim ərən və üst sözü ilə əlaqədardır. Artıq qeyd etdiyim kimi, əski türk dilində üst sözündən usta və şad sözü formalaşıb. Usta sözündə buna yenidən dəyinəcəm və növbəti hökmdarın adı Azzadır. Bu Azza yenə eramızdan əvvəl 718-716-cı ildə hakimiyyətdə olub. Bu
bizim bildiyimiz üst və şad adı ilə bağlıdır. Və növbəti ad, növbəti hökmdar eramızdan əvvəl 716-680-ci illər arasında olduğu ehtimal olunur. Ulusun adı ilə Ulusun kimi yazılır. Və bu əslində bizim lələ sözündən başqa bir şey deyil. Hansı ki, Lulu bir tayfa birliyi var və günümüzdə hələ də Azərbaycanın bir çox dialektində qardaş, ağsaqqal, ata mənasında lələ, lələ ağa sözü işlənir. Və biz bu lələni həmçinin Osmanlı və Səfəvlərdə şahzadələri tərbiyə edən ağa titulu kimi də qarşımıza çıxdığını görəcəyik. Və Mannanın növbəti hökmdarı Ahser olmuşdu. O eramızdan əvvəl 675-650-ci illər arasında hakimiyyətdə olduğu düşünülür. Və buradakı Ahser adı əslində ağa və sar sözünün birləşməsindəndir. Sar sözü Hami-Sami dillərində hökmdar mənasına gəlir. Sar kökündən biz Misirdə Osiris tanrısı adının olduğunu görürük və dilimizdə günəşi təmsil edən söz kimi sarı sözünün olduğunu görürük. Və indi buradakı sarı Misir kültüründənmi, daha sonra rəhbər adı kimi digər kültürlərə keçib, Hami-Sami, proto-Yahudi ərəblərdənmi keçib, yoxsa ortaq kültür məhsulu kimi ağa və sar sözüdürmü? Bunu ayrıca danışa bilərik. Lakin biz burada ağa və sar sözünün birləşərək günümüz mənasında xanlar xanı, şahlar mənasına gəldiyini görürük. Və Mannanın sonuncu hökmdarı Ualidir. Yenə bu Uali bizim lələ sözündən başqa bir şey deyil. Artıq qeyd etdiyim kimi biz eyni Azərbaycan türk adlarını rus dilində yazdıqda necə fərqli fonetik səslənirsə, ingilis dilində yazdıqda necə fonetik fərqli səslənirsə və biz həmin məsələnin tarixdə də olduğunu görürük. Lakin bununla belə biz bu adların günümüz türk dilində və adını dediyimiz titullarla konkret açıldığını görürük.